Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gedib. Kuş obade, sarı alileri dönerperver Tacikistan'a hoş gelmişsiniz. Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Tacikistan Respublikası Ali Məclisi, Milli Məclisinin sədri Rüstəm Emomali və digər rəsmi şəxslər qarşılayıblar.